Simah Şeyda, tam adıyla Simah Barux oğlu Yuşbayev, 20 iyun 1936 il tarixində Oğuz rayonunda anadan olmuş, 13 fevral 2024 il tarixində isə Almaniyanın Münhen şəhərində vəfat etmişdir. O, Azərbaycan uşaq ədəbiyyatının görkəmli simalarından biri kimi tanınmış, həm şair, həm dramaturq, həm tərcüməçi kimi fəaliyyət göstərmişdir. Simah Şeyda 1936 il iyunun 20-sində Oğuz rayonunda doğulub. 1940-cı illərdə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb. Orada orta təhsil alıb, daha sonra kitabxanaçılıq fakültəsində ali təhsilini davam etdirib. Əmək fəaliyyətinə Gəncə şəhərində rayonlararası xalq yaradıcılığı evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlamışdır. Sonralar Bakıda Azərbaycan Teatr Cəmiyyətinin Xalq Teatrları Kabinetinin müdiri olmuşdur və Azərteatr Yaradıcılıq İstehsalat Birliyidə redaktor vəzifəsində çalışmışdır. Milliyyətcə dağ yəhudisi olan Simah Şeyda öz əsərlərini əsasən Azərbaycan dilində yazmış, həmçinin mənsub olduğu icmanın, dağ yəhudilərinin dilinə tərcümə işi ilə də məşğul olmuşdur. 2024-cü il fevralın 13-ü Almaniyada vəfat etmişdir. Onun təyyarə, Mən balaca kosmonavtam, Yaxşı qız, Kimin belə qızı var, Türkü-Türkütündəki, Məhməli meşə, Nağıl istəyən qız, Qızım qızlar içində, Topçu Həsən kimi kitabları uşaq oxucular arasında geniş yayılmışdır. Kitablarının sayı təxminən 24-ə bərabər olmuşdur ki, bunlardan 11-i uşaqlar üçün nəzərdə tutulmuşdur. O, Azərbaycan klassik ədəbiyyatını dağ yəhudilərinin dilinə tərcümə etmiş, ABŞ və Kanadada belə tərcümələri çap olunmuşdur. 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri mədəniyyət işçisi döş nişanı ilə təltif olunmuşdur. Onun şeirlərində uşaqların dünyası, oyun, nağıl, sadə dil və ritm elementləri əsas yer tutur. Eyni zamanda vətənə bağlılıq, doğma torpaq sevgisi, insanlara və təbiətə hörmət kimi mövzular da ifadə olunur. Uşaq ədəbiyyatı ilə yanaşı, böyüklər üçün şeirlərində də sevgi, məhəbbət, vətən, yaddaş, köç, həsrət kimi mövzular işlənmişdir. İki dildə, Azərbaycan və dağ yəhudilərinin dilində yazması və tərcümə işi aparması onun mədəni körpü rolunu gücləndirir. O, bir tərəfdən öz etnik icmasını da ədəbi-mədəni sahədə təmsil etmiş, digər tərəfdən Azərbaycan ədəbiyyatını beynəlxalq səviyyədə yayma çalışmışdır. Onun yaratdığı uşaqlar üçün pyeslər, mənzum pyes adlanan növ, Azərbaycan teatrlarında səhnəyə qoyulmuş, bu da onun dramaturq kimi fəaliyyətinin göstəricisidir. O, uşaqlığı Oğuz və Gəncədə keçirmiş, bu bölgələrin təbiəti, mənəvi-mədəni atmosferi onun yaradıcılığında izlərini buraxmışdır. Milliyyətcə dağ yəhudisi olsa da, dil və ədəbiyyat vasitəsilə Azərbaycan ictimaiyyətinə inteqrasiya olunmuş, özünü bu ölkənin ədəbi-mədəni mühitinin bir parçası hesab etmişdir. Məqalələrdə qeyd olunur ki, 30 ildən artıq xarici ölkələrdə, İsrail, Almaniya yaşasa da vətənə bağlılıq hissini qoruyub saxlamışdır. 2025-ci ildə onun xatirəsinə Amiya Gəncə bölməsi tərəfindən tədbir keçirilmiş, kitab və sənədlər nümayiş olunmuşdur. Simah Şeyda uşaqlar üçün yazdığı şeirlərlə uşaq ədəbiyyatında özünə məxsus yer tutmuşdur. Onun əsərləri sadə, anlaşılır dilə malik olmaqla yanaşı, uşağın dünyasına səmimi yanaşma təklif edir. Eyni zamanda Azərbaycan və dağ yəhudiləri arasında mədəni əlaqələrin güclənməsində rolu olmuşdur. Onun yaradıcılığı Azərbaycanda çox şaxəli ədəbi fəaliyyət, şeir, dramaturgiya, tərcümə sahəsində nümunə təşkil edir. Vətənə duyulan sevgi, məkanla bağlılıq və uşaqlara hörmət onun əsas mövzularıdır. Yazıcı, şair və dramaturq Simah Şeyda sadəcə bir uşaq ədəbiyyatı müəllifi deyil, həm mədəniyyətlərarası körpü, həm də dil-ədəbi zənginliyi qoruyan bir şəxsiyyət idi. Onun fəaliyyəti və yaradıcılığı gələcək nəsillər üçün bir örnək olaraq qalacaqdır. Симах Шейда, настоящее имя, Симах Барухович Юшбаев, родился 20 июня 1936 года в городе Агус, Азербайджан, а скончался 13 февраля 2024 года в Мюнхене, Германия. Он вошел в историю как один из самых известных представителей азербайджанской детской литературы, талантливый поэт,
драматург и переводчик. Симах Шейда родился в семье горских евреев. Детство его прошло в городе Агус, а позднее семья переехала в Генджу. Там он окончил среднюю школу и получил высшее образование по специальности библиотековедения. Свою трудовую деятельность начал как методист в Генджинском доме народного творчества. В 1965 годах работал в Баку, в Азербайджанском театральном обществе, где возглавлял отдел народных театров. Позже был редактором в творческом объединении «Азертеатр». Несмотря на свое еврейское происхождение, Шейда писал исключительно на азербайджанском языке, считая этот язык родным. Он также занимался переводами с азербайджанского на язык горских евреев, сохраняя культурные связи между народами. Первый сборник стихов для детей Симаха Шейды вышел в 1961 году. Его книги «Самолет», «Я маленький космонавт», «Хорошая девочка», «Лисичка-лисичка-трубочка», «Песенный лес», «Девочка, которая просит сказку», «Артиллерист Гасан» и другие стали любимыми произведениями азербайджанских детей. Всего им было издано около 24 книг, из которых половина для детей. Его стихи отличались простотой, мелодичностью и ярким чувством доброты. Помимо поэзии, он писал пьесы для детских театров, мензум-пьесы, где сочетались стихотворная форма и сценическое действие. Эти пьесы ставились в театрах Азербайджана, что принесло ему известность как драматургу.